Mehmet Merdanov 29-2020-ci ildə erməni işğalından azad olunmuş kəndlərimizə, Bağlıbalı kəndinə ilk yol açan traktorist olubdur. İlk yol açarkən düşmənin tank əleyhinə minəsinə düz gəlib traktorla birlikdə partlayıb şəhid olmuş traktorimizdən oğullardan biridir. Allah şəhidimizi rəhmət etsin, məkanı cənnət olsun. Bu yolun qırağında Qazax xanlıqlar İrəvan yolunun üstündə elə şəhidimizə bulaq tikilibdir. İnşa olunub. Vasif Nəsibov, şəhid Nəsibov Akşinin atası. 2023-cü ildə antiterror əməliyyatında qəhrəmancasına şəhid olmuşdur. Elə də ki, Veysli Xaliddin 44 günlük vətən müharibəsində şəhid olmuşdur. Allah bir daha şəhidimizə rəhmət eləsin. Hal-hazırda onun öz yurduna, öz ocağına gedirik. O ocağında onun şəhidimizin anan gününü qeyd edirik. Şəhidimizin özü iş elətdiyi yurduna gəldik. Allah şəhidimizi rəhmət eləsin. Hal-hazırda bizə cəmiyyət rəhbərləri, qazilər, şəhid ataları gəlmişik ziyarətdəyik. Azadlık odunda yanan oldunuz. Allah şəhidimizi rəhmət eləsin, məkanı cənnət olsun. Qalan oldunuz, unutmak olar mı sizi şehitler? Dünyanı heyrete salan oldunuz. Azadlık odunda yanan oldunuz. Keçi yüreklerinde kalan oldunuz. Unutmak olar mı sizi şehitler? Unutmak olar. Hal-hazırda Qarabağ müharibə veteranları və şəhid ailələri İctimai Birliyinin sədri Xasay Balayev İmambayev. Xasay müəllim, şəhidimiz barəsində bir kəlmə söz deyərdiniz. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Şəhidimiz ilk dəfə Ermənistana yol açarsan, hala dəfə sözlü olması öz təşəbbüsündə Ermənilərin qoyduğu minə çox şəhid oldu. Allah cəmi şəhidlərimizə. Demək olar ki, ilk dəfə bu 44 günün müharibədən sonra Türk danışıqları onun ilk dəfə Ermənistana yol açan şəhidimiz. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Cəmiyyət sədrimiz Azər müəllim Məmmədov. Azər müəllim şükürmə də. Məndən qabaq həmkarda dediyi kimi rəhmətli Ermənistan torpağına sülh məramlı qüvvə kimi bir dəvə yapasan olubdur. Allah cəmi şəhidlərə rəhmət eləsin. Rəhmətli olsun. Amin. Amin. Gördüğünüz kimi burada hamısı döyüş yoldaşlarımızdır. Qazilərimiz, döyüş yoldaşlarımız, şəhid atalar valideynləri. Hal-hazırda gəlmişik şəhidimizin Mövlüdü, bəli, Mövlüdü günü münasibətindən şəhidimizi anmağa. 44 gündən vətən müharibəsi şəhidimizin, tankist şəhidimizin atası Gizir Məmmədov, Amidin atası Müqabil Məmmədov. Fransız bir əxbər dedim ki, bizim burada müharibə veteranları cəmiyyətinin üzvləri də var. Elə də ki, burada bizim köhnə könüllərin iştirakçısı Azad Zeynalov da oturubdur. Qazimiz də həm də Azad ki, bir kəlmə də sizin ürəyinizdən keçən deyirəm. Bütün yoldaşlarla bağlı mən Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Amin. Ata-anasına, qohum-əqrəbasına hamısına səbir versin. Amin. Amin. Həqiqətən Məmməd çox gözəl insan. Allah ona qəni-qəni rəhmət eləsin. Amin. Bütün işlərdə könüllü iştirak edir. Bəli, bəli. Ermənistan
Azərbaycan sərhədində yol açılmasıyla bağlı öz traktorla gedib orada şəhid olmuşdu. Yenə deyirəm, atasına, anasına səbir versin, balalarına müftah olsun. Amin, amin. Sağ ol. Amin. Biz de Allah şəhidimizi rəhmət eləsin. Amin.